Bagaj rezinlərimiz, əziz izləyicilər, yenidən gəldi. Kimin ki avtomobilində, bagajında belə bir rezinlər yoxdur, çirklənir. Rayonlara gedəndə təmizliyini istəyirsənsə, qardaşım, 5 qoyanda istəyirsən ki, sənin də bagajın təmiz qalsın. Bax, yaxınlaşsan mağazamıza, yaxınlaş bir dənə. Bax, Camry'nin Zavodskoy 2018-dən 24-ə kimi bagaj rezinidir, əziz dostlar. Bax, burada sizlər üçün düzlüyündə hamısını göstərməsəm də. Bax, yenidən çəkib göstərirəm sizlər üçün. Toyota Corolla'dır. Hələ də bunların, bu əqaltların, bagaj rezinlərinin xəbəri olmayanlar var. Ancaq bizim mağazadan tapa bilərsiniz. Bax, yaxınlaşın. Gördüyün kimi. Passat B7, B5, B6. Bax, bunların bagaj rezinləridir. Bir dənə buranı səç, mənim qardaşım. Bagaj rezinlərinə bax. Bax, izləyicilərimiz orada deyir ki, yığıram olmur. Mənim qardaşım, baxın. Demək olar ki, şəhərdə 90% avtomobillərin bagaj rezinləri bizim mağazada var. Bir-ikisini çıxmaq nəzəri ilə, yəni bəzi maşınlarda olmur da. Məsələn, Kitay maşınları çıxıb indi, gündə bir dənə Kitay maşınları buraxırlar. Yəni bu idi 05-lərdir, 06-lardır. Bunların bagaj rezinlərini gətirmişəm. Sonra bax belə əqaltılarını gətirmişik. Bax, izləyicilərimiz deyir ki, mənə Zavodskoy əqaltı olsun. Bax, knopkasına kimi otursun. Bax, gördüyün kimi. İndi yavaş buradan bir dənə açım göstərdim sənin üçün. Bax, mənim dostum. Zavodskoy knopkasına kimi oturur. Ən azı bu əqaltını 4 il, 5 il işlədəsən yəni avtomobilində. Bir dənə hissə deyilən şey avtomobilin yəni salonunda açıq qalmır. İstənilən nöqtəni bağlayır, çirklənmir də mənim qardaşım. Bax, sonra düz əqaltı axtaranlar. Bax, bu əqaltlarını da gətirmişəm, gördüyün kimi. Bu BMW-nindir. F10. Yəni mənim dostum, istənilən avtomobilin əqaltısı var. Bir kəlmə yığırsan səviyyəki nömrəyə, hansı avtomobilin olub-olmadığını sənin üçün deyirəm. Bir şey nəzərinizə çatdırım ki, rayonlara çatdırmamız da var. Gəlmədən istədiyiniz ünvanınıza kimi istədiyiniz malı çatdırıram. İzlədiyiniz üçün çox sağ olun.